Bir sene 1992-ci ildə, yəni qurucularından biri də mənim qardaşım Azərbaycan bayrağını daşıyan Həsən Qorlu Qasımovdur. Və Əliyar milli qəhrəmanımız Əliyar Əliyevdir. İcazə versəydiniz əgər, rəhmətliyin dostu da burada, o da durardı bölümdə. Buyursun. Çavuş İsmail Muhammedin Vahid oğlu. Hal-hazırda da hər hissədə, mən eyni sayılar hissədə də xidmət edirəm. Həsən Qorxmaz haqqında çox sözlər danışmaq olar. Qubadlının igid oğlanlarından, igid qəhrəmanlarından biri də Həsən Qorxmazdır. Biz onunla həmişə fəxr edirik. Mənim komandirim olub. Gözəl insanıdır. Komandirindən də əlavə gözəl insan olub. Qubadlının gözəl də səsi var idi, avazı var idi, bəli. Əsgərlərini həmişə yığardı başına, oxuyardı, əyləndirərdi əsgərlərini, sevərdi həmişə. Bizim də ofis komandirimiz də olub Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev. Həmişə də onun adı ilə fəxr eləmişik. Həsən Qorxmazla, Əliyar Əliyevlə. Çox adlar çəkmək olar burada. Fəxr eləyirəm mən onlarla. Biz də bütün onların hamısına fəxr edirik və hamısını Allahdan rəhmət diləyirik. Allah özü burada olan bütün əskərlərimizi qorusun. Sizlər başda olmaq. Amin. Biz də çox sevincərək mənim üçün bir hadisə oldu ki, 1992-ci ildə Şamil müəllim rəhmətlik, bu gün eşitdim, həm kədərləndim, həm də Seydağa mövsüm gəldilər. Bizim ən yüksək zirvəmiz o.